Ekranı mənasız videolarla sürüşdürməyə cəmi 1 dəqiqəlik fasilə ver və gəl bu vaxtı bədənin üçün qazanclı edək. Güclü, enli bir kürək və dik duruşu üçün proqramında mütləq olmalı 3 qızıl hərəkəti göstərirəm. 1. Seated Cable Row. Kürək əzələlərinin qalınlığını və enini artırmaq üçün ən fundamental hərəkətlərdən biridir. Əsasən latissimus dorsi, yəni qanad və rhomboids, kürək arası əzələlərini hədəf alır. Hərəkət zamanı beli düz saxlamaq, gövdəni həddindən artıq irəli-geri yelləməmək və dirsəkləri bədənə yaxın çəkərək kürəkləri bir-birinə sıxmaq maksimum nəticə üçün şərtdir. 2. Lat pull down. Kürəyin V şəkilli, yəni enli görünüşünü təmin edən əsas hərəkətdir. Üst və xarici qanad əzələlərini mükəmməl şəkildə izolyasiya edir. Dəstəyi aşağı çəkərkən qollarla yox, birbaşa dirsəklərlə baskı tətbiq etməyə fokuslanmaq və çubuğu sinənin üst hissəsinə doğru gətirərkən sinəni önə çıxarmaq hərəkətin effektivliyini qat-qat artırır. 3. Barbell deadlift. Bədənin bütün arxa zəncir, yəni posterior chain əzələlərini eyni anda işlədən ən güclü, çox oynaqlı hərəkətdir. Bel, korpus, omba və arxa ayaq əzələlərini inanılmaz dərəcədə inkişaf etdirir. Ən kritik məqam barı yerdən qaldırarkən beli əyməmək, onurğanı tam neytral vəziyyətdə saxlamaq və ağırlığı bədənə ən yaxın xətt üzrə yuxarı doğru çəkməkdir. Səhv icra zədər riskini artırır, düzgün icra isə ümumi bədən gücünü partladır. İnkişafına vaxt ayır. Növbəti məşqdə tətbiq etmək üçün videonu yadda saxla və daha çox faydalı fitness məlumatı üçün Fit360-a abunə ol.